Aznavrov İskəndər Söhraboğlu. 16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayəti Qala Asiya Kənd Sovetliyinin 22 saylı savxozunda dünyaya gəlib. 1975-77-ci illərdə Ukraynanın Çerkaski şəhərində hərbi xidmət keçib. 1983-cü ildə ali təhsili başa vurub təyinatla Daşkənd vilayətinin Akkurgan rayonu Qalyak Kudur savxozuna göndərilmişdir. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İskəndər də 100 minlərlə axısqalı kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana ana vətən deyib gəlmişdi. Şınıq bölgəsində gedən döyüşlərdə o, düşmənin demək olar ki, bütün silah sursatını sərrast atəşlərlə sıradan çıxarırdı. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Baş Leytenant Aznavrov İskəndər Söhraboğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Son 4-cü gün gəldi, bir gün qaldı. Bir gün qalanda dostu ilə gəlmişdi, dostu Eldarla. Eldar bizə, İskəndər dedi ki, sizə 2-3 günə çox şad xəbər eşidəcəksiniz. Sonra Eldar bizə dedi ki, dostu, məgərin bunlar möhkəm döyüşə hazırlaşırmışlar. Amma bizə heç nə deməmişdi. 5-ci gün səhərisi getdi. Səhərisi gedəndən sonra bazar günü ölüm xəbərini eşitdik. İskəndərgilin Azərbaycana gəlişi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin yeni mərhələyə qədəm qoyduğu vaxta təsadüf etmişdi. Bu vaxtlar Gədəbəyin 28 kəndini əhatə edən Şınıq bölgəsində də döyüşlər şiddətlənmişdi. Hərbi xidmətdə olarkən topçuluğun sirlərinə yiyələnən İskəndər 1992-ci ilin mart ayında milli orduya könüllü olaraq getmişdir. Salam yoldaş komissar. Salam. Aznavrov İskəndər Zöhraboğlu. Aznavrov. Bu nədir? Familiyadır belə. Fərqanədənəm yoldaş komissar. 1989-cu ildə baş vermiş hadisədən sonra bura köçmüşük. Deməli, milli orduda könüllü xidmət eləmək istəyirsən? Bəli. Orduda olmusunuz? Hərbi xidmətdə topçu olmuşam. Nahar ərəfəsi idi. Orada xörək bişirirdilər. Elə o ərəfədə bir dənə topa səsi gəldi. Səs gələn kimi İskəndər Aznavrov hündürdən qışqıraraq ki, hamı səngərə, bəs erməni köpəkləri bəs top atıb. Snaryad bura gəlir. Onda da hissiyat var idi o, məsələn, snaryad hansı tərəfə gedir. Hissiyatı çox güclü idi. Bu uşaqlar, əskərlər səngərə, aşağı səngərə qaçdılar. Biz qaça bilmədik. Dedi Həsən Əli qardaş, biz gəl bu maşının altına girək. Girdik, ayaq-baş bundan düşdük orada. Gördüm orada sakit dayanmır, ayaqları nəsə tərpənir. Ay İskəndər, komandir, bir ayağın mənə başıma dəyir. Dedi Həsən Əli qardaş, səndə ştık-noj var? Dedim var. Dedi, onda başımızı qəlpədən qorumaq üçün qazmaq lazımdır. Mən də ona baxıb, elə orada ştık-nojla qazdıq. Həmin maşının altında biz rahat, demək, özümüzü qorumağa müvəffəq olduq. Qəlpə gəlib töküldükcə mən saydım snaryadları. 15-18 snaryad gəldi, düşdü 1 metrə, 5 metrə, 10 metrədən. Yenə biz sağ qaldıq. İskəndər qəlpəni götürürdü, oradan bir dənəsini özü mahnı oxuya-oxuya
birini cibinə atırdı. Mən də soruşurdum, komandır, bu neyinirsən bu qəlbən? Deyir, Həsən Əli qardaş, bu bizim ölümümüzdür. Bizlə sıçan pişik oynayır. İskəndər əfsanəvi qəhrəman kimi ad çıxarıb. Onun səyi ilə Şınıq istiqamətində düşmən mövqelərinə ağır zərbə vurulub. Nazlı Xanyal döyüşündə əsl qəhrəmanlıq nümunəsi göstərən İskəndər düşməni geri çəkilməyə məcbur edib. Şınıq bölgəsində gedən döyüşlərdə o düşmənin demək olar ki, bütün silah sursatını sərrast atəşlərlə sıradan çıxarır. İskəndər Azərbaycan milli qəhrəmanı, mənim yaxın dostum. Onun axırıncı ölən gününə qədər biz birlikdə döyüşmüşük. Keçəl Dağı əməliyyatı onun axırıncı döyüşü oldu. Çünki o orada da elə şəhid oldu. O döyüşün, deməli, döyüş başladı, post alındı, Keçəl Dağ postu alındı. Ermənilərdən bir top ələ keçirdi orada. Ələ keçən topun içində snaryad qalmışdı. İskəndər döyüşü arxadan idarə eləməli idi. O dözə bilmədi. Özünü atdı ora döyüşünlə qaynar toçkasına. O topun içində qalan snaryadı, deməli, çıxartdıq, təmizlədik, təzədən qoydu, yolunu çevirdi ermənilərə tərəf. Birini atdı, ikinci snaryadı atanda, deməli, atan moment top erməninin gözünün qabağına tərəfdə, lap açıqlığa çıxdı. Çıxanda o topu, ipini çəkən moment ermənilər tankla topu vurdu. Topu vuranda, deməli, İskəndər yaralandı həmin orada. Yaralananda gətirdilər blindajın arxasına, o əlindən yaralanmışdı. Biz onun əlini sarıdıq, sarıyanda gördük ki, o bədən boşaldı, o çöktü aşağı. Baxdıq, sinəsindən qan axır. Paltarı çəkdik yuxarı çəkəndə gördük ki, ürəyindən, deməli, bu sinə tərəfindən askol keçib içəri, harada bir 5-10 sm dərinliyində yara var. Oradan axırıncı qan axırdı, qanı saxlamaq mümkün deyildi. Zaman ötsə də, nəsillər bir-birini əvəz etsə də, ad və şücaət irsi bir amil olaraq ötürülür. İskəndərin adı təkcə xalqın ürəyində deyil, eyni zamanda bu ailədə yetişməkdə olan balaca İskəndərin timsalında bütün çalarları ilə yaşayır. Türk millətinin igidliyi və qəhrəmanlığı naminə. Günü-gündən hərbi qüvvəsi artan, Qafqazın ən güclü hərbi qüvvəsinə çevrilmiş Azərbaycan ordusunun Ali Baş Komandanı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın zəbt olunmuş torpaqları azad olunacaq və bütövlükdə Azərbaycanımız alınmaz qala kimi yaddaşlarda həkk olunacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaq. Biz çalışırıq ki, məsələ tezliklə öz həllini tapsın, beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bunu etmək üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt eləməmişik. Heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu həmişə belə olub, bugün də belədir. Sadəcə olaraq, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki,
istənilən yolla Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Çok sınadı bizi zaman, Neçe şehit gitti kurban, Sinesiyle siper olan, İgid esker beken dayan. Sinesiyle siper olan, İgid esker beken dayan. Ya zad ol, ya candan keç, ya candan keç. İki yoldan birini seç, birini seç. Azatlığın şerbetin iç, şerbetin iç. İgid esker, mökem dayan, mökem dayan. Azatlığın şerbetin iç, şerbetin iç. İgid esker, mökem dayan, mökem dayan. Salam vətən, salam ana. Çetin günde bizi sına. Qanla cevap verey qana. İgid əskər, mökəm dayan. Qanla cevap verey qana. İgid əskər, mökəm dayan.